Lahaç kəndinin özündən daha maraqlı hissəsi yoludur. Bu yolun bir hissəsi də orada görürsünüz. Avtobus keçir uçurumun qırağı ilə. Onu bu yol belə bir müddət davam edir. Bundan sonra bir dənə də döngə var. Kəndin özü qoruq da hal-hazırda. Lahaçla bağlı ən vacib məsələ miskərliyin mərkəzidir və buradakı miskərlik sənəti UNESCO-ya qeyri-maddi mədəni irs nümunəsi olaraq daxil olub. İkinci məsələ dəricilikdir. Burada dəricilik və xüsusilə yəhər hazırlamaq sənətkarları var. Bir də Lahacın yolları. Daş yollar da iki tərəf hündür, orta, alçaq, yağış suyu və s. orayla gedir və burada qədim kanalizasiya sistemi olan Azərbaycanın nadir kəndlərindən biridir. Yəni Lahaca gələndə kəndin özü ilə bağlı içəridə 1 kilometrlik demək olar ki, bir küçədir. Bir hədiyyəlik əşyalar satırlar. Satılan əşyaların 99% də Çin malıdır. Bir miskər və s. belə əl işləri var. Qalan hamısı hər yerdə tapa biləcəyiniz şeylərdir. Yolu çox qəşəngdir, onu nəzərə alın. Gözləntinizi nə qədər yüksək tutsaz belə yol sizi təəccübləndirəcək. Və miskərlərin də emalatxanalarına girib orada o hazırlama prosesini görə bilirsiniz. Lahacdaydıq.